Salam uşaqlar, əzizlərim. Bəzi məqamlara aydınlıq gətirmək istəyirəm. Buna görə də zəhmət olmasa bu videoyu sona kimi izləyin, baxın. Deməli, birinci və ən vacibi, mən pulsuz dərslər keçmirəm. Zaten pulsuz dərslər üçün demək olar ki, hər gün, yəni minimum həftədə 2-3 dəfə YouTube kanalıma mən videolar qoyuram. Uzun videolar. Hansı ki, baxa bilərsiniz, üzərinizdə çalışaraq öyrənə bilərsiniz. Bu birinci. İkinci, sınaq dərsi, pulsuz sınaq dərsi niyə başqa kurslar edir, başqa müəllimlər edir, siz etmirsiniz? Xeyr ola. Birinci, o onların öz işidir. İkinci, mənim o qədər boş vaxtım yoxdur ki, mən oturum, 1 saat sizə vaxt ayırım, kim yazılmaq istəyirsə və hələ özümü doğrultmağa çalışım ki, yəni görüm bu şagird mənim şagirdim olacaq, olmayacaq. Mən heç kimə yalvarmıram mənim şagirdim olsun. Mənim necə bir müəllim olduğum zaten canlı yayımlarımdan, YouTube kanallarımdan, Telegram kanallarımdan və s. və ilaxır bəllidir. Öyrətdiyim, hazırladığım şagirdlərin hər biri göz qabağındadır. Yazdığım kitablar hər biri satışdadır, göz qabağındadır. Metodikam Azərbaycanda deyərdim ki, nömrə 1 metodikadır. Hal-hazırda da yeniləndirmişəm. Heç bir qrammatika yoxdur, ev tapşırığı yoxdur, dərsdə heç nə yazmırsınız. Sadəcə danışaraq rus dilində gözəl şəkildə danışırsınız. Bundan artıq hansı müəllim nə edir? Sonra deyirsiniz ki, sizdə dərslər 1 saatdır, amma digər kurslarda saat yarımdır. Və sonra nə deyirlər? Müəllimə, məsəl üçün, onlar eyni sözləri demək olar ki, saat yarım elə öyrədirlər. Bəzən elə olur ki, bir neçə dərs öyrədirlər. Və bilmirdiniz ki, elə olacaq. Sizi sadəcə saat yarım sözü ilə özləri cəlb edirlər və salam. Sonra biz orada canlı gedirik, məsəl üçün, bu qədər qiymətədir. Sizdə isə onlayn bu qədər qiymətədir. Əzizlərim, siz nə düşünürsünüz? Onlayn dərs keçən müəllim başı işlətmir? Yəni, o əziyyət çəkmir, başını işlətmirmi? Yəni, fərqi nədədir ki, onlaynla əyani? Sən belə də öyrənirsən, belə də öyrənirsən. Zaten belə də sən heç nə yazmırsan, dərsdə sadəcə ünsiyyət edirsən, belə də heç nə yazmırsan, ünsiyyət edirsən. Sərfən özümlə danışıram. Mən niyə, səbəb nədir ki? Yəni, əgər sən onlayn öyrənə bilmirsənsə, bu sənin uğursuzluğundur, bu sənin bacarıqsızlığındır. O, mənə aidiyyatı yoxdur. Mən bir müəllimə kimi, 11 illik təcrübəsi olan bir müəllimə kimi sənə söz verirəm ki, mən öyrədirəm. Sadəcə mənə güvən, dərsdə fikrim məndə olsun, mənə inan, qalanını mənə burax. Bunu mən sənə deyirəm. Əgər sən yenə də özünə şübhəlisənsə, özünə qarşı şübhəlisənsə, sənin özünə inamın yoxdur. Orada mən priçom. Ona görə də ilk öncə siz özünüzlə bir danışın, qərara gəlin, ondan sonra. Dediyim kimi, mən pulsuz dərslər keçmirəm, keçməyəcəm də. İkinci, sınaq dərsi olmur. Yox, əgər aylıq ödəniş etmək üçün sınaq dərsi isə mənim sınaq dərsim 10 manatdır. Hər yerdə də qeyd edirəm. 10 manatdır, ödə, 1 saat sənə dərs keçib və sən görəcəksən ki, mən 1 saatda sənə nə nəticə göstərirəm. Sonra qərara gəl. Amma pulsuz sınaq dərsi olmayacaq. Yəni, bunu görməyəcəksiniz. Mən tərəfdən görməyəcəksiniz. Əgər yenə də əmin olmaq istəyirsiniz, necə müəlliməyəm, dediyim kimi, canlı yayınlarıma gəlin, səhifələrimə abunə olun, hər gün yüklədiyim videolardan özünüz görürsünüz. Həqiqətən də savadlı, dünya görüşü, yəni, bilən insan zaten görür ki, savadlı müəllimlə savadsız müəllimlərin arasında fərq böyükdür. Yəni, bacarın görün və yazılın. Mən sizə nə deyirəm? 2 aya mən sizə rahat şəkildə rus dilində danışdırırım. Mən bir müəllimə kimi özümə güvənirəm, danışdırırım. Yox, sizin öz biliyinizə, nə bilim, götürmə qabiliyyətinizə güvəniniz yoxdurmu? O, şəxsən sizin işinizdir. Çox sağ olun.